20 il, 10 il əvvəlki tendensiyalar fərqli idi. Bəs indi nədir sizin məsələn müşahidə elədiyiniz əsas dəyişikliklər hansı istiqamətə gedir? Özüm 28 ildir də artıq təhsildəyəm və demək olar ki, dünyada baş verən, ölkə daxili, xarici baş verən bütün reformaları, bütün o proseslərin hamısını şəxsən izləmə imkanım var, olub. Ona görə də belə bilirəm ki, bu barədə danışmağa biraz ona görə ixtiyarım var. Əlbəttə vaxt var idi ki, biz qapalı bir ölkədə yaşayırdıq. Elə mənim öz təhsilim o vaxtda düşüb də. Bizim təhsilimiz klassik variantda gedibsə, indi artıq bacarıq dövrüdür. Həmin o ensiklopedik deyək ki, biliklərin vaxtı keçib və biz artıq təhlil bacarığını, ümumiyyətlə digər bacarıqları, düşünmə bacarığı, təhlil bacarığı, tənqidi düşüncə, yazı, izah etmək, təqdimat bacarıqlarını daha çox üstünlük veririk. Çünki belə deyim də, qabaq biz tarixdə əzbərləyirdik ki, bu müharibə nə vaxt olub? İndi bilməliyik ki, bu nə vaxt yox, o zaten yazılıb o hamısı. Nəyə görə baş verib? Nəyə görə baş verib? Bəli, o təhlil bacarığını, düşünmə bacarığını öyrətməliyik.